Yaşlı əhalinin yay fəslində sağlamlığının qorunması üçün tövsiyələr. Günəş şüalarının təsirindən qorunmaq, xüsusi günün ən qızmar vaxtı açıq havada gəzərkən kölgə yerləri seçmək, baş örtüyü və ya çətirlərdən istifadə etmək, gün ərzində aktiv və gümrah qalmaq üçün günə səhər gimnastikası ilə başlamaq, pəhrizə riayət etmək, yüngül qidalara üstünlük vermək, mineral və vitaminlərlə zəngin olan meyvə və tərəvəzlərdən bol-bol istifadə etmək, ev şəraitində optimal temperaturlu mühiti yaratmaq, gün ərzində orqanizmin tələbatına uyğun su tükətmək, meteohəssas ahıl insanların səhhətinin qorunması üçün həkim tövsiyələrini vaxtı-vaxtında yerinə yetirmək. Bu sadə tövsiyələr yay fəslində yaşlıların sağlamlığını qorumağa kömək edəcək. İnsan immun çatışmazlığı virusunun gizlənən hüceyrələri aşkarlanıb. Avstraliyalı alimlər insan immun çatışmazlığı virusu ilə mübarizədə elmi nailiyyət əldə edib. Melburndakı Doherty İnstitutunun tədqiqatçıları insan immun çatışmazlığı virusuna qarşı mübarizədə virusu gizləndiyi hüceyrələrin içindən çıxarılmasına nail olub. HIV adətən immun sistemindən və dərmanlardan gizlənmək üçün ağ qan hüceyrələrinin daxilində gizlənilir. Bu səbəbdən də virusu tamamilə məhv etmək çətin olur. Lakin Avstraliyalı alimlər həmin hüceyrələrə xüsusi mesaj RNA yeridərək virusun aktivləşməsini və görünməsini təmin edib və beləliklə onu immun sistemi və dərmanlar tanıyıb məhv edə bilir. Hazırda bu üsul yalnız laboratoriya şəraitində insan immun çatışmazlığı virusuna yoluxmuş insan hüceyrələrində sınaqdan keçirilib. Növbəti mərhələdə texnologiya heyvanlar üzərində sınaqdan keçiriləcək və yalnız bundan sonra klinik testlərə başlanılacaq. Hər qrupa uyğun qan hazırlanıb. Yaponiyanın Nara-Tibb Universitetindən olan alimlər hər qan qrupuna uyğun gələn süni qan yaradıb. Bu süni qan donor qanından alınan hemoqlobindən hazırlanıb və xüsusi qoruyucu qabıqla örtülüb. Ən böyük üstünlüyü odur ki, onun uzun müddət otaq temperaturunda 2 il, soyuducuda isə 5 il saxlamaq mümkündür. Süni qanla bağlı ilkin klinik sınaqlar aparılıb və ciddi yan təsir müşahidə olunmayıb. Əgər növbəti mərhələlərdə uğurlu keçsə, bu qan 2030-cu ilə qədər tibbdə istifadəyə verilə bilər. Bu inkişaf xüsusilə təcili tibbi yardım, hərbi tibb və tez-tez qan köçürmələri tələb edən xəstəliklərin müalicəsində böyük rol oynaya bilər. Gec yatmaq beyinə mənfi təsir göstərir. Son 10 il ərzində aparılan araşdırmanın nəticələrinə görə gec saatlarda yatmaq insanın zehni funksiyalarına mənfi təsir göstərir. Tədqiqatda 23.800-dən çox insan iştirak edib. Araşdırma göstərib ki, adətən gec yatan insanlar tez yatmağa üstünlük verənlərlə müqayisədə daha sürətli şəkildə yaddaş, diqqət və digər koqnitiv qabiliyyətlərini itirir. Alimlər bu neqativ təsiri bir neçə amil əlaqələndirir. Gec saatlarda çox yemək, sağlam olmayan qidaların qəbulu, siqaret çəkmək, həmçinin gecə saatlarında fiziki və zehni aktivliyin azalması. Mütəxəssislər beynin gənc və sağlam qalması üçün daha düzgün və nizamlı yuxu rejiminin qorunmasını tövsiyə edir. Bu, həm də vaxtından əvvəl beyin qocalmasının qarşısını almağa kömək edə bilər. Tez yeriyən insanlar daha ağıllı və sağlam olur. Amerika Birləşmiş Ştatlarının Duke Universitetinin alimləri tərəfindən aparılan tədqiqata görə tez yeriyən insanlar daha yüksək IQ göstəricilərinə sahib olur və beyinləri daha sağlam qalır. Araşdırma 900-dən çox insan üzərində aparılıb və onlar uşaqlıqdan 45 yaşına qədər izlənilib. Nəticələrə görə tez yeriyənlərin IQ səviyyəsi orta hesabla 16 bal daha yüksək olub. Həmçinin bu insanların beyin həcmi daha böyük, beyin qabığı isə daha qalın olub. Uşaqlıqda yavaş yeriyənlər isə zəif motor bacarıqları, aşağı emosional dayanıqlıq və daha az IQ göstəriciləri ilə seçilib. Yəni, tez yerimək sadəcə tələsmək deyil. Bu, ağıllı və sağlam beyin əlaməti ola bilər. Qaşıq və çəngəllərin üzərindəki rəqəmlər nə deməkdir? Stolüstü qablarda, məsələn, qaşıq, çəngəl və bıçaqlarda 18-0 və ya 304 kimi rəqəmlər görünür. Bu rəqəmlər qabların hazırlandığı paslanmayan poladın tərkibini göstərir və onların sağlamlığa nə dərəcədə təhlükəsiz olduğunu müəyyən edir. Bu rəqəmlər nə deməkdir? 18-10, 18% xrom və 10% nikel tərkibli poladdır. Bu ən keyfiyyətli paslanmayan poladdır. Paslanmır, parlaq
parlaq qalır və yeməklə reaksiya vermir. 18-0. 18% xrom var, amma nikel yoxdur. Belə qablar daha tez paslana bilər və adətən daha ucuz olur. Turşulu qidalarla və ya qab-qacaq maşınında tez-tez yuyulduqda oksidləşə bilər. Ən son olaraq isə 304 beynəlxalq göstəricidir. Əsasən 18-10 poladına uyğun gəlir. Bu tip polad tibb və ya qida sənayesində də istifadə olunur. Stol üstü qablar gündəlik olaraq birbaşa qida ilə təmasda olur. Əgər onlar aşağı keyfiyyətli materialdan hazırlanıbsa, pas və zərərli maddələr yeməyə keçə bilər. Bu isə allergiya, mədə narahatlıqları və digər sağlamlıq problemlərinə səbəb ola bilər.